Hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Məlum olduğu kimi 9 mart tarixində keçiriləcək buraxılış imtahanı üçün artıq abituriyentlər öz buraxılış vərəqələrini çap edə bilərlər. Belə ki, buraxılış vərəqəsini çap etmək üçün sizə ilk əvvəl Dimqova saytına daxil oluruq. Buradan Dövlət İmtahan Mərkəzi. Baxın, burada imtahana buraxılış vərəqəsi. İndi bu sayt, bu səhifə yeni açılıb burada. Ona görə ilk başdadır. Siz daxil olanda bəzən 3-lükdə, 4-lükdə də ola bilər. Yəni oxuyun. Aşağıda imtahana buraxılış vərəqəsi yazılıb. Buraya daxil olursunuz. Daha sonra ümumi təhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahana buraxılış vərəqələrinin verilməsi. Yəni bunu siz telefon üzərindən də edə bilərsiniz, kompüter üzərindən də heç bir fərqi yoxdur. Şagirdlər üçün sistemə giriş xanası var. Burada şagirdlər üçün xanasına toxunursunuz. Baxın, burada bizə iş nömrəsi istəyir. İş nömrəmizi biz bilmirik. Ona görə deyir ki, iş nömrənizi buradan öyrənə bilərsiniz. Məhz bunun üçün buradan sözünə daxil oluruq və şəxsiyyət vəsiqəmizin öncə seriya nömrəsini yazırıq. Hansı ki, AA ilə başlayan seriya nömrəsini daxil edirik. Şagirdimizin deməli şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edək. Daha sonra şəxsiyyət vəsiqəsinin PIN kodu. Burada da qeyd olunduğu kimi bu kodu olduğu kimi buraya köçürəcəksiniz. Göründüyü kimi daxil ol xanasına toxunuruq və avtomatik bizim qarşımızda şagird məzun sistemi açılır. Baxın, burada şagirdin iş nömrəsi var. Bunu kopyalayırsınız. Daha sonra qayıdırsınız növbəti səhifəyə, əvvəlki səhifəyə baxın. Şagirdlər üçün giriş. Həmən bu iş nömrəsini kopyalayırsınız. Daha sonra soyadı, yəni şagirdin soyadını yazırıq. Adı və atadır. Yazdıqdan sonra buraxılış vərəqəsini çap et xanasına toxunuruq və avtomatik bizim qarşımızda buraxılış vərəqəsi açılır. Xeyirli uğurlu olsun. Bu cür buraxılış vərəqəsini endirərək kserokopiya edəcəksiniz və 9 mart tarixində şəxsiyyət vəsiqənizlə birlikdə imtahana aparacaqsınız. Hər birinizə uğurlar arzulayıram. Kanalımıza abunə olmağı və bu videonu bəyənməyi unutmayaq.